Puavlarla yox, atlarla azad edilən Murovdağ, Qarabağda strateji qələbənin hekayəsi. Qarabağ xronikası verilişinin yeni buraxılışı 2-ci Qarabağ müharibəsi dövründə ən çətin istiqamətlərdən biri hesab olunan Murovdağ döyüşlərinə həsr olunub. Verilişdə qeyd olunub ki, Murovdağın azadlığı Azərbaycan ordusuna mühüm operativ üstünlük qazandırıb. Belə ki, bu ərazidən düşmən texnikasının və bölmələrinin hərəkəti, həmçinin mümkün əks hücumları müşahidə olunur və bu barədə məlumatlar dərhal komanda idarəetmə məntəqəsinə ötürülürdü. Xüsusi olaraq vurğulanıb ki, Murov istiqamətinin digər strateji əhəmiyyəti ondan ibarətdir ki, Ağdərə-Basarkeçər yolu tam nəzarət altına götürülüb. Bunun nəticəsində Kəlbəcər istiqamətinə daşınan avtomobil və zirehli texnikanın hərəkəti də operativ şəkildə izlənilib. Verilişdə diqqətə çatdırılıb ki, mürəkkəb relyefli bu dağlıq ərazidə xidmət edən hərbi qulluqçular təminat prosesini əvvəlcədən hazırlanmış, güllə və partlayış səslərinə öyrəşmiş atlar vasitəsilə həyata keçirirdilər. Eyni zamanda həmin atlardan yaralıların təxliyəsi zamanı da istifadə olunurdu. Dəhşətli müharibə olacaq, hazırlaşın. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen'in Avropa İttifaqını yenidən silahlandırmaq qərarı ciddi narazılıq yaradıb. Referans AZ xəbər verir ki, Finlandiyanın Milli Mühafizəkar Azadlıq Alyansı partiyasının üzvü Armand Mehmet sosial şəbəkəsində yazıb. O qeyd edib ki, von der Leyen'in bu planı Avropanı birbaşa müharibə yoluna aparır. Avropa İttifaqının liderinin qitəni silahlandırması ilə razı deyiləm, bu çox təhlükəli yoldur və müharibəyə gətirib çıxara bilər. Siz anlaya bilirsiniz? Belə bir müharibə sadəcə dəhşətli olar. Artıq buna hazır ola bilərik, deyə Mema qeyd edib. Xatırladaq ki, bundan əvvəl Danimarkanın baş naziri Mette Frederiksen bəyan etmişdi ki, Avropa 2030-cu ilə qədər silahlanmalıdır, çünki 2035-də artıq gec olacaq. O, həmçinin NATO ölkələrini Rusiyanın güya Avropanı parçalamağa yönəlmiş fəaliyyətlərinə qarşı daha sərt mövqe tutmağa çağırmışdı. Putin əmr verdi, noyabrın 15-nə kimi. Rusiya lideri Vladimir Putin ordusuna noyabrın 15-dək Pokrovsk, Mirnograd və bütün Pokrovsk aglomerasiyasını ələ keçirməyi tapşırıb. Axar AZ xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, Ukrayna ordusunun generalı Nikolay Malomuz deyib. Malomuzun sözlərinə görə, Rusların növbəti vəzifəsi bütün Pokrovsk aglomerasiyasını ələ keçirmək və bu baş verdiyi halda Konstantinovka və Kramatorska doğru daha da irəliləməkdir. O, hesab edir ki, Putin istənilən vasitə ilə öz məqsədinə çatmağa çalışacaq. Ukraynalı hərbçilər iki ölkənin ərazisinə girdilər, şok iddia. Ukrayna Silahlı Qüvvələrinin 94-cü sərhəd dəstəsinin bir qrup hərbçisi xidməti postlarını tərk edərək Avropa ölkələrinə gediblər. Axar AZ Global Info AZ-da istinadla xəbər verir ki, bu barədə Rusiya mediası təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb. Mənbə bildirib ki, əskərlər silah və texnikanı Ukraynada qoyaraq Slovakiya və Macarıstan ərazisinə keçiblər. Rusiya mediasının iddiasına görə, Ukrayna ordusunda Avropaya qaçmağa üstünlük verən hərbçilərin sayında artım müşahidə olunur. Qeyd edək ki, daha əvvəl Ukraynalı bloger Max Rudada da hərbi xidmətdən yayınaraq ölkədən qaçıb. O, marşrutunu videoya çəkərək paylaşıb və bildirib ki, davam edən səfərbərlik və çağırış siyasəti Ukrayna vətəndaşlarını canlı zibilə çevirib.